Mərhəmətli və rəhimli Allahın adı ilə. İnsan ruh və bədəndən ibarətdir. Öldükdə ruh bərzəx aləminə gedər. Qiyamət günü isə o yenidən öz bədəninə geri qayıdaraq əbədi həyat üçün qəbrindən çıxacaqdır. Bu həyatda hər bir mənzərə belədir ki, kim nəyi necə düşünürsə elə də görür. Məsələn, inanmayan bir insan iddia edir ki, insan öldükdə bütün hüceyrələri bir-bir ölür və o beləcə sönüb gedir, yox olur. Yəni bundan sonrası elmə məlum deyil. Buna bənzər bir nümunə olaraq isə narkozu məsəl çəkərək deyir ki, bax, bundan sonra artıq heç nə bilmirsən, sanki heç nə yox imiş. Bu zaman isə inanan bir insanda dərhal belə bir sual yaranır. Bəs sonra o insan ayıldıqda onun ruhu necə yenidən yoxdan var olur? Hardan yenidən qayıdır? Və sair və ilaxır. O ki qaldı insanın bədəni ilə birlikdə dirilməsinə, yenidən yaranmasına, bəzi insanlar bunu mümkünsüz hesab edir. Halbuki bu gün bir ailədə olan kişi sonsuzluğu zamanı onun bir hüceyrəsi ilə həmən insanda artıq övlad sahibi ola bilir. Məgər inanan birisi üçün bu bir dəlil deyilmi? Ola bilər ki, həkim burasını deməsin və ya düşünməsin, amma hər şey inanan üçün onu xatırlatmaqdadır. Çünki onun, Allahın vədi, bilin ki, bax bu günün aydınlığı kimi bir həqiqətdir.